Aleyküm selam ve rahmetullahi ve berekatuh. Sual verilir. İslam dinine göre kişi ve kadın hukuk bərabərliyi necədir? Yəni bu necə nizamlanır? Yəni var mı kişi hukuku, kadın hukuku eynidir, yoksa bunların biri-birindən üstünlüğü vardır? Sualın cevabına geldikdə, Elhamdülillahi vahdə, vessalatu vesselamu ala men la nebiyyə ba'də, amma ba'd. Değerli insanlar, değerli Müslümanlar, kişi ve kadın hukuk bərabərliyi İslam dinine göre bazı yerler vardır ki, hukukları bərabərdir, eynidir, heç bir üstünlük yoktur. Bazı yerler vardır ki, orada kişi kadınla üstünlük teşkil edir. Değerli Müslümanlar, biz bu günleri dünyada eşittiğimiz kişi ve kadın hukuk bərabərliyi adı altında kadınları əxlaqsızlığa ve kadınları ailədə nizamı pozmağa qədər gətirən bəzi qanunları biz müsəlman olaraq dəstəkləmirik. Çünki yaradan Allahdır. Yaratdığının güclü və zəif hansı tərəfləri vardır, onu Allah kimi heç vaxt, heç bir şey bilə bilməz. İnsan nə axtarırsa öz marağı için axtarır. Kişi və qadın hukuku bərabərdir deyən bugünkü qərb ölkələri, qadınlardan tam istifadə edə bilmələri üçün bu sözü ortaya qoyublar. Bu sözü qadını çox istəməkdən qoymayıblar ortaya. Qadını sevirlər deyə, qadına hörmət əlaməti deyil bu. Değerli insanlar, bu qadına hörmət deyil. Qadına en güzel hörməti Allah vermiştir. Allah Subhanahu Taala'da bazı yerler vardır ki, orada kişi ve kadın farkı yoktur demiştir. Mesela etiqadda. Allah Subhanahu Taala etiqad olarak Allah'ın varlığına, cennet, cehennem, namaz, oruç, zekat, hac, bunlarda kişi kadın farkı yoktur. Hamısı bunu etmelidir, hukukları bərabərdir. Kadın cennete etiqad eder, kişi etmez. Kişi cennete gedəcək, kadın getməz. Hele bir qayda yoktur. Burada hukukları eynidir. Ceza verilmesi. Cinayet olsa, kadın, kişi eyni hukuku daşıyır. Kadın oğurluq etsə, əli kəsiləcək. Kişi də oğurluq etsə, əli kəsiləcək. Amma bu İslamdan qabaq belə deyil idi. Qadına cəza verilirdi, kişiyə cəza verilmirdi. Kişi illaki zəngin ailənin övladı olsaydı, heç o barədə danışılmırdı. İslam hukuk gətirdi. Hətta Allahın Resulü sallallahu aleyhi və səlləm dedi, vallahi, əgər qızım Fatimə oğurluq etsə, əlini kəsərəm. Çünki cəza fərqi yoxdur. Bu kimdir, kimin övladıdır, qızdır, oğlandır, fərqi yoxdur. Və bir də mənəvi məsələlər vardır ki, orada hukuk bərabərliyi vardır. Yəni, qadının qəlbinə dəymək olar, kişiyə dəymək olmaz və yaxud da ki, əksinə, elə bir şey yoxdur. Bir sözü qadına demək olar, kişiyə demək olmaz, o da yoxdur. Yəni, əgər o səhvdirsə, səhvi ona deyilər. Hansı ədəblə deyilərsə, eyni şeydir. Kişi və qadında bu dəyişməz. Oğlan və qızda bu dəyişmir. Bu cür məsələlərdə hukuk bərabərliyi vardır. Amma bəzi məsələlər vardır ki, orada hukuk bərabər deyil. Hukuk bərabərin olmaması o bir tam ədalətdir. Məsələn, qadından vəliyül əmr, yəni idarə etmə, böyük çapda kişiləri idarə etmə, yəni dövlət idarə etməsi, vəzifə, baxır hansı, yəni kişiləri idarə etmə qadına icazə verilmir. Yəni qadın bir müharibədə başçı ola bilməz. Ona görə də qadın dövlət başçısı ola bilməz. Çünki dövlət başçısı eyni zamanda müharibədəki baş komandan olur. Bütün İslam tarixi boyu bu belə olmuşdur. Dövlət başçısı həm də baş komandan olmuşdur.
birinci qərarı o vermişdir. İbadətdə, məsələn, hüquq, kişi-qadın bərabərliyi bəzi məsələlərdə ibadətdə yoxdur. Məsələn, qadın adəti halda olanda Allah Subhanahu taala ondan namazı tələb etmir. Oruc dursa onun yeməsinə əmr edir. Kişidə bu hüquq yoxdur. Yəni, bax, görürsənmi, bəzən qadına üstünlük verir, qadına mərhəmət göstərir, bəzən kişiyə deyir ki, sən bu məsələdə bunun sənə adiyyatı yoxdur. Bu qadına aiddir. Niyə? Niyə? Çünki Allah Subhanahu taala Ali İmran surəsi 36-cı ayədə buyurmuşdur ki, Leysə zəkəru kəl-unsə. Kişi qadın kimi deyildir. Kişi və qadın eyni deyillər. Bunu Allah Subhanahu taala buyurmuşdur. Kişi və qadın eyni deyil. Eyni deyil nə mənanı verir? Həm cinsiyyət fərqi var, həm də iradə, güc, zəiflik, bunlarda fərq vardır. Kişi bədəni müqavimətli, kişi zəkası, anında qərar qəbul etmə üstünlüyü qadına nisbətən vardır. Bu belədir. Qadında kövrəklik olur, kişidə iradə möhkəmliyi olur. Yəni, bu göstərir ki, təbii olaraq bunların fərqi vardır. Hələ bunu nəzərə alaraq, Allah Subhanahu taala 124 min rəsul göndərib, elçi, xalqı dəvət etsin, onun içində bir qadın göndərməyib. Niyə? Çünki mübarizə, döyüş, hünər gəlmək bu kişiyə məxsusdur, qadına aid deyil. Hətta buna görə Allah Subhanahu taala hərbə qadınları göndərməməyə əmr etmişdir. Döyüşə qadın göndərməyi qadağan etmişdir. Allahın Resulü sallallahu aleyhi və səlləmlə qadınlar soruşur ki, ya Resulullah, biz niyə cihada getmirik? Biz də istəyirik Allah üçün mübarizə aparaq. Allahın Resulü sallallahu aleyhi və səlləm deyir ki, sizin cihadınız var, o qan tökülməyən cihaddır. Umrə, həcc ziyarəti. Yəni, həccə gedin. Sizin mübarizəniz oradadır. Gedin, özünüzlə, nəfsinizlə, xarakterinizlə mübarizə aparın, özünüzü islah edin. Amma döyüş isə kişiyə görədir. Bəli, döyüş kişiyə görədir. Baxın, burada fərqi qoydu Allah Subhanahu taala. Kişiyə döyüşə göndərdi kişini, qadına dedi, evində otur. Çox mübarizə aparmaq istəsən, həccə gedə bilərsən. Daha döyüş sənlik deyil. Niyə? Zəifdir, iradəsi çatmaz və ölkəni, dövləti çökdürər öz zəifliyinə görə. Deməli, bu cür fərqləri vardır kişi və qadının. Və digər bir ayədə isə Ən-Nisa surəsində Allah Subhanahu taala "Er-ricalu qawwamun alan-nisa" kişi qadın üzərində söz sahibidir demişdir. Kişi qadın üzərində söz sahibidir. Bu nə deməkdir? İdarə ediləcək ünvanlarda idarə etmə kişidədir. Yəni, bir ailənin böyüyü kişidir. Böyüyü nə deməkdir? Son qərarı qəbul edən adam. Daha bir evdə xörək nə bişirilməlidir, evin dizaynı necə olmalıdır, uşaq nə geyinməlidir, bunu kişi təyin etmir. Evin işinə qadın baxır. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm demişdir ki, qadın evindən hesab verəcək. Evinin içinin hesabını qadın verəcək. Qadının özünün hesabını isə kişi verir. Yəni, qadının hara getməsi, necə tərbiyələnməsi, harada işləməsi, bax, bu kişinin idarəsi ilə olmalıdır. Kişinin izni olmadan qadın bunu etmir. Çünki ümumi idarə etmə kişidədir. Çünki Allah Subhanahu taala o zehni, o şuuru kişiyə vermişdir. Ümumi qərar qəbul etmə idarəsini. Və ona görə də Allah Subhanahu taala Əş-Şəms surəsində buyurur ki, وَنَفْسٍ وَمَا سَوَّاهَا فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا Allah insana sima verdi, insanı yarattı. Və ona nə
Takvadandır, yəni daha yaxşı əməldir. Hansı əməllər pisdir, onu ona ilham etmişdir. Deməli, hansı işlər insanlığı körlüyür, hansı işlər insanlığı ucaldır, Allah Subhanahu taala onu insana öyrətmişdir. Bax, Allahın da öyrətməsi budur. Bizə deyir ki, qadın rəhbər olsa, pozub dağıdacaq, məhv edəcək. Qadını rəhbər olaraq ölkə başına, kişilərin üzərində idarə etməyə qoymayın. Bu icazəli deyildir. Bu hüquq bərabərliyi deyildir. Olmaz. Çünki yaradan Allahdır, nəyin necə olduğunu bilir. O bilir ki, qadın orada olsa, zəiflik göstərəcək. Biri göz yaşı tökəcək, onunla razılaşacaq, ölkəni çökdürəcək, idarəni çökdürəcək, ailəni çökdürəcək. Çünki zəifdir, inanır. Amma kişiyə bu söz deyilsə, kişi qərar qəbul edəcək, kişi onun hiylə olduğunu görəcək və buna getməyəcək, göz yaşına baxmayacaq, gülməyə də baxmayacaq, qərar qəbul edəcək. Aləmlərin Rabbi deyir ki, kişi qadın kimi deyil. Leysə zəkaru kəl-unsa. Ali İmran surəsi 36-cı ayə. Kişi qadın kimi deyil. Və Nisa surəsi 34-də isə deyir, kişi qadın üzərində söz sahibidir. Deməli, yaradan Allah belə olsa, bəşəriyyət doğru idarə olunacaq deyə bizə əmr etmişdir. Və bu, əsl ədalətdir. Ola bilər, kimsə bir qadın desin ki, bəs hanı ədalət, niyə qadın idarə edə bilmir? Sən bilginən ki, ədalət hər şəxsə hər şeyi eyni vermək deyil. Bu ədalət deyil. Hər şəxsə eyni şey olduğu kimi verilsə, o zaman əgər bir az yaşlı uşaq ilə yaşlı birisinə eyni çəkidə yemək verilsə, o zaman böyük adama gənc, güclü, həcmi, çəkisi çox olan birinə uşağın yeməyi verilibsə, eyni yemək, o zaman böyüyə ədalətsizlik olmuşdur, uşağa isə həddindən artıq çox yemək verilmişdir deməkdir. Deməli, eyni şey eyni insanlara verilmir. Ədalət ona deyirlər ki, hər kəsə lazım olanca verilsin. Lazım olanca verilsin. Gözəl bir bənzətmə vardır. Deyir, dövlət gərək insan orqanizması kimi idarə olunsun. İnsan orqanizması kimi. Necə mədədə gedən proses, yemək yeyiləndən sonra, mədə necə, hansı orqana, hansı vitamin lazımdır, hansı hüceyrəyə, hansı qida lazımdır, necə o mədədə həll olursa, əgər mədə düz işləyirsə, bütün orqanizma düzgün inkişaf eləyir. Göz yaxşı görür, qulaq yaxşı eşidir, dişlər qaydasında, ürək, böyrək və bütün orqanizma qaydasında işləyir. Amma mədə həmən sistemi düz idarə etməsə, hansı vitamin, hansı orqanizma lazımdır, onu ona verməsə, az versə, belə götürək, az versə, həmən orqanizma get-gedə sıradan çıxır, məsələn, göz görməyə başlamır. Niyə? Ona lazım olan vitamin çatışmamazlığı vardır. Və yaxud da ki, beyin yaxşı işləmir. Niyə? Çünki ona lazım olan qəbul əldə olunmur. Ona görə yavaş-yavaş beyin zəifləməsi, yaddaş itməsi baş verir insanda. Deməli, düzgün idarə etmə hər şeyə öz lazım olduğu qədər bir şeyi verməkdir. Balaca uşağa silah alıb versən, o uşağı sevmək deyil, o uşağı məhv etməkdir. Vurub birini öldürəcək. Onu sevmək, ona lazım olanı verməkdir. Lazım olanı, lazım olan qidanı, lazım olan qədər verməkdir. Hər şəxsə hər şey verilmir. Və ona görə də demokratiya, ədalət sözləri nisbidir. Demokratiya hər şəxsə hər şey verilməz. Hər şəxsə hər şey veriləndə bu deyəcək, mən müstəqil olmalıyam, bu deyəcək, mənə bu qədər maaş ver, bu deyəcək, məsələn üçün, nazir bu qədər maaş alır, niyə məsələn üçün, abadlaşdırma idarəsində işləyənlər o qədər maaş almır, hamısına eyni verilməlidir, bu ədalətsizlikdir. Bu ədalətsizlikdir. Bir insan gedir, əlində silah, vətənini qoruyur, ona verilən
məvaciblə evində oturub, sadə və çox da elm işlətməyib, çox da bir yerlər oxumayıb da, sadəcə olaraq primitiv, yəni əlinin əməyi ilə bir şey əldə edən eyni pulu alacaqlarsa, bu ədalətsizlikdir. Bu hüquq bərabərliyi deyildir. Hüquq bərabərliyi olur hər kəsə lazım olanının verilməsində. Və ona görə də qadına lazım olanı bura qədərdir. Qadın ailədə övladın tərbiyəsi ilə, övladın qidalanması ilə və həyat yoldaşının namusunu qorumaq ilə və onun geyiminin və onun yeməyinin təmin olunması ilə yüklənmiş bir məxluqdur. Və qadın kişilər tərəfindən qorunmalı, namusu, ehtiyacları idarə olunmalı, onların ehtiyacının verilməsi, bax bu da kişinin üzərinə qoyulmuş yükdür. Onun yeməyini verməlisən, geyimini almalısan, əgər təcavüz olarsa vətəninə, elinə, obana, namusunu qorumaq üçün ölümünə qədər gedirsən, bütün bu yüklər kişiyə verilmişdir. Qadına da bəzi işlər verilmişdir ki, bəzilərini bayaq saydıq. Deməli, bu, eyni olsaydı, tam bir ədalətsizlik idi. Döyüş gedir, kişi evdə oturub, qadına deyir, get sən döyüş. Və yaxud da ki, ailəni dolandırmaq lazımdır, kişi deyir ki, mən yorulmuşam, get sən işlə gətir. Bu ədalət deyil. Ədalət budur ki, son nəfəsinə qədər kişi ailəsini idarə edir, ailəsinin təminatını verir. İslamda hüquq bərabərliyi budur. Bax, bu Avropada itmişdir. İndi bəziləri ola bilsin bunu bəyənməsin. Bunu bəyənməyənlər çılğınlardır. Bunu bəyənməyənlər qadından sui-istifadə etmək istəyənlərdir. Yəni, haçan qadını istəsə, əlini atıb götürə biləcəyi yerdə olsun. Bax, bunu istəyənlərdir. Deyir ki, qadın-kişi hüquq bərabərliyi olmalıdır. Qadın hüquqları, kişi hüquqları ilə tam eyni bərabər olacaqsa, bax, bugün, yəni bir insan o zaman namusdan danışmamalıdır. Namus qeyrətdən danışmamalıdır. Çünki qadın və kişi hüquqları bərabər olan ölkələrdə görünür onların namus qeyrəti hansı dərəcədədir. Kim əgər qızının və gəlininin və anasının və bacısının bu şəkildə, yəni Avropadakıların kimi böyəlməsini arzulayırsa, o zaman o qabağına qoyub bunu düşünsün. Görsün ki, sən nəyi düşünürsən? Sən öz xalqının namusunu gör, hüquq bərabərliyi ilə hansı günə qalacağını düşünürsən. Deyək ki, yəni ola bilər kimisi düşünsün ki, nə oldu ki, niyə hökmən qadın belə olmalıdır? Qadın belə olmur. Qadının içində o duyğu yoxdur, əstəğfirullah, əxlaqsızlıq duyğusu. Şeytan var, şeytan. Şeytan aldadır və şeytan da birinci qadını aldadır. Necə ki, Adəm əleyhissalamı yox da birinci Həvvanı aldatdı. Həvva bizim anamızdır. O yolunu azmamışdı. Amma aldandı. Yəni, qadınları da şeytan hüquq bərabərliyi verməklə sonra onu aldadır. Namusunu, şərəfini onun əlindən alır. Məgər qadının başının açılması, qadının sinəsinin görünməsi onun hüquq bərabərliyidirsə, batsın belə bərabərlik, yox olsun belə kişi, yox olsun belə qadın. Əgər belə hüquq bərabərliyi olub, namussuz, qeyrətsiz bir cəmiyyət olacaqsa, Allah bizi və bütün müsəlmanları belə bərabərlikdən qorusun, dəyərli insanlar. Gəlin, bu vaxtı öz nəfsimizi deyil də, öz nəfsimizi deyil, öz övladlarımızı, namusumuzu, qeyrətimizi belə düşünək. Görək biz razıyıqmı bu cür bərabərliyə? Bərabərlik də olacaqsa, hökmən bu iş olacaq. Çünki bərabərlik sözü şeytanın hiləsidir. Necə ki, demokratiya adının altında ölkələr bu günləri qanla dolmuşdur. Hələ özü də indi bu dəqiqə əvvəl İslam ölkələrində idi. İndi inşallah öz müsibətləri öz başlarında sınır. İndi özləri qan içində üzürlər. Hanı hüquq bərabərliyi? Hanı sənin demokratiyan? Bax, budur sənin demokratiyan. Demokratiya dediyim bax budur. Güclü zor göstərib kiminsə əlindən vətənini, pulunu, hər nəyini almasıdır. Yəni, İslam o deyil, əlhəmdülillah, əsli demokratiya dediyin şey elə İslamda göstərilən qaydadır.
O da nədir? Hər kəsə lazım olanının verilməsidir. Kişiyə də, qadına da. وَالْعِلْمُ عِنْدَ اللّٰهِ تَعَالَى وَآخِرُ دَعْوَانَا أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللّٰهِ وَبَرَكَاتُهُ.